Salam, mən İradə müəllimə. Bu dəfə sizi Azərbaycanın qədim və təbiəti ilə məşhur bölgələrindən olan Şamaxıya aparıram. Təbiətlə tarixin iç-içə olduğu bu diyar dağları, meşələri, kənd yolları və səmimi insanları ilə bizi qarşıladı. Şamaxı təkcə coğrafi gözəllik deyil, burada nəfəs alan hər daş, hər ağac bir tarix danışır. Yol boyu təbiətin nəğməsinə qulaq asdıq. Sakitlik, təmizlik, yaşılın hər çaları insanı bir anlıq gündəlik həyatının hay-küyündən uzaqlaşdırırdı. Və gəldik kənd həyatı ilə dolu bir məkanın ortasına. İlk olaraq samavardan süzülən çay bizi qarşılayır. Kəndin o isti buxarlı çayı, o dadı uzun zaman damağımızdan getməyəcək. Yolumuzu balaca bir uzunqulaq kəsdi. Biraz yaxınlaşıb başını sığalladım. Kəndin sevimli sakinlərindən biri də o idi. Biraz gəzdik və alma ağacı diqqətimi çəkdi. Uzandım, birini dərdim. Uşaqlıqdan gələn bir vərdiş kimi. Bu gediş-gəlişin içində əlimi buz kimi bulaq suyunda yudum. O suyun saflığı, soyuqluğu insanın içini açır. Sanki təkcə əlimi yox, ruhum da təmizləndi. Və nəhayət günün ən rəngli hissəsinə çatdıq. Lavanda bağları. Bənövşəyi çiçəklərlə dolu tarlalar. Ətrafa yayılan lavanda qoxusu bizi nağıl kimi bir dünyaya aparırdı. Uşaqlarla birlikdə bu gözəlliyin içində gəzib, şəkillər çəkdirib, gülüşlərlə dolu bir gün yaşadıq. Bu səfər mənim üçün sadə bir video deyil, yaddaşımda iz qoyacaq bir xatirə oldu. Əgər siz də bu hissləri yaşamaq istəyirsinizsə, Şamaxıya yolunuzu salın. Təbiət, sadəlik, içdən gələn xoşbəxtlik sizi gözləyir. Videonu bəyəndinizsə, like etməyi, abunə olmağı unutmayın. Siz də kənd həyatı ilə bağlı xatirələrinizi mənimlə bölüşün. Gələn videoda görüşənədək hələlik sevgi ilə qalın.